Yol nişanlarını düzgün hərəkətlə öyrənək. Bu rubrikamızda sizə 3 nişanın 2.3.1 ikinci dərəcəli yolla kəsişmə, 2.3.2, 2.3.3 ikinci dərəcəli yolun birləşməsi üstünlüyü nişanlarının mənasını şərh edəcəyik. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim edir. Bu nişanlar yaşayış məntəqələrindən kənarda 2.1 nişanı ilə işarələnmiş baş yolla ikinci dərəcəli yolların əmələ gətirdiyi nizamlanmayan yol ayrıcılarına yaxınlaşmanı bildirir. 2.3.1, 2.3.2, 2.3.3 nişanları xəbərdarlıq nişanları kimi müvafiq yol ayrıcına 150-300 metr qalmış və ya 7.1.1 lövhəci ilə birlikdə fərqli məsafədə qoyulur. Qarşısında 2.3.1, 2.3.2, 2.3.3 nişanlarından birini görən sürücü yaxınlaşdığı nizamlanmayan yol ayrıcında hərəkət üstünlüyünə malik olduğunu bilir. Lakin bu yol ayrıcında kəsişən, birləşən ikinci dərəcəli yollarla yol ayrıcına girişin qarşısında mütləq 2.4 və ya 2.5 nişanı qoyulmalıdır. Mürəkkəb planlaşdırmaya malik yol ayrıclarında, yəni 5 və daha çox yolun əmələ gətirdiyi yol ayrıclarında, dairəvi yol ayrıclarında və s. habelə baş yolun istiqamətinin dəyişdiyi yol ayrıclarında 2.3.1, 2.3.2 və 2.3.3 nişanları quraşdırılmır. Bərk örtüyü olan asfalt və ya sement beton, daş materialları və s. yolla çınqıl və ya torpaq yolun birləşməsinin qarşısında, eləcə də bir şey ərazilərdən yolla birləşmələrin qarşısında da bu nişanların qoyulması məcburi deyil. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim etdi. Əziz sürücülər, Azparkingdən bir məsələni də xatırladım sizə ki, smartfonunuzda internet yoxdursa, yəni megabaytlar bitib, internetsiz qalmısınız. Bu rejimdə belə Azparking tətbiqindən istifadə edə bilirsiniz. Tamamilə ödənişsiz ən yaxın parklama məntəqələrini görmək, parklama müddətini başlatmaq, sonlandırmaq, əvvəlcədən əlavə edilmiş kartla ödəniş etmək, yeni avtomobil əlavə etmək, fərdi parklama talonu üçün müraciət etmək. Yəni bütün bunlar internetiniz bitsə belə mümkündür. Amma mobil nömrəniz bir tərəfli bağlı olmamalıdır. Həmçinin smartfonunuzda mobil data funksiyasını gərək aktiv saxlayasınız.